Hər vaxtınız xeyir olsun əziz və dəyərli izləyicilər. Bugün sizlərlə maraqlı bir müsahibədə görüşdük. Bugünkü qonağım və həmsöhbətim balaca Fatimədir. Xoş gördük Fatimə. Çox sağ olun. Salamlayıram bütün dəyərli izləyicilərimizi, qonaqlarımızı, bizi izləyənləri. Təşəkkür edirəm. Xoş günlər, gözəl günlər arzu edirəm hər kəsə. Keyifli seyirlər diləyirəm. Bilirsən ki, Fatimə, bu yaxınlarda Qəbələ Fest keçirildi və mən istəyirəm ki, Qəbələ Fest haqqında sənin təəssüratlarını alım. Necə hiss elədin özünü? Birinci səhnəyə gələndə biraz həyəcanlı idim ki, görəsən necə olacaq, nətər olacaq. Amma həqiqətən Qəbələ çox gözəl idi. Qəbələni çox sevdim. Hər kəsə də məsləhət bilirəm ki, Qəbələyə getsin. Çox gözəl oldu Qəbələ Fest, çox bəyəndim. Mən orada 2 dənə klipimi verildi. Leyla xanım mənə 2 dənə klip çəkdirdi. Bəlkə də və Azərbaycan klipləri verildi. Hər ikisinin sözləri çox dəyərli Leyla xanıma, hər ikisinin musiqisi isə çox dəyərli, gözəl qəlbi olan Kamal müəllimə aiddir. Mənim oxuduğum mahnıların sözləri Babam müəllim Vəziroğluya və Leyla xanım Əliyevaya, musiqisi isə hər zaman Kamal müəllimə aiddir. Hər üçünə təşəkkür edirəm. Çox gözəl idi. Fatimə, səncə xoşbəxtlik nədir? Xoşbəxtlik sevdiklərinin yanında olması, insanların bir-birinə göstərdiyi davranış, hər səhər oyananda yaşayıram deyə bilmələri xoşbəxtlikdir və vicdanının təmiz olması xoşbəxtlikdir. Məktəbdə necə münasibət görürsən? Elə əvvəla başlamaq istəyirəm dostlarından. Məktəbdə valla dostlarım da var, yəni mən çox istəyənlər də var. Valla biraz Sanki biraz duruxdun. bəli, biraz qəribə adamlar da var. Amma yəni mən fikir vermirəm. Yəni məni kim çox istəyirsə onlarla yaxşı münasibət qururam. Öz yaşıdlarım, məsəl üçün məktəb dostlarım, ümumiyyətlə normal dostlarım olar. Yəni sənə sözlə zorakılıq edən bir yaşıdın olubmu? Olub, amma mən heç nə deməmişəm. Yəni laqeyd qalmağa çalışmışam. Onun haqqında çox düşünməmişəm, yəni olub. Fatimə, bəs müəllimlərin haqqında nə deyə bilərsən? Müəllimlərinin sənə olan münasibəti necədir? Müəllimlərimin mənə olan münasibəti yaxşıdır. Yəni mənim bu yerə gəlib çıxmağımda müəllimlərimin də çox böyük əməyi var. Nigar müəlliməm, burdan çoxlu öpürəm. Cəmilə müəlliməm, onu da burdan çoxlu öpürəm. Çox sevdiyim müəllimələrimdir. Onların da böyük bir əməyi var mənim bu yerə gəlib çıxmağımda. Təşəkkür edirəm müəllimlərimə. Bəs həyatında eşitdiyin və ən nifrət elədiyin cümlə və yaxud da söz nədir Fatimə? Mənim bu dünyada eşitdiyim, ən çox eşitdiyim və ən nifrət etdiyim söz bu uşağın gözləri niyə görmürdü? Yəni bu sözü hər zaman eşidəndə mənə çox təsir eləyir. Yəni ən nifrət elədiyim söz budur. Məni də Allah yaradıb. Allah hər kəsinin qəlbinə görə versin. Allaha heç üsyan eləmisən? Xeyr, heç vaxt. Mən Allahıma şükür eləmişəm. Allahım mənə hər istədiyimi verib. Allahıma şükür olsun. Allaha üsyan eləmək olmaz. Allah mənim üçün çox müqəddəsdir. Allahımı sevirəm. Şükür olsun Allaha. Fatimə, sənə ən çox kim güldürür? Vallahi mən həyatı sevən qızam, şən bir qızam. Məni vallahi hamı güldürür. Amma ən çox mənimlə oynayan, yəni atamdır. Ona görə də mənə ən çox atam güldürür. Uşaqlıqdan da ümumiyyətlə 1-2 yaşımdan da atam mənimlə çox oynayırdı, məni çox güldürürdü. Yəni məni atam daha çox güldürür. Ən böyük qorxun nədir? Çox insan ölümdən qorxmur, amma mən həqiqətən ölümdən qorxuram, yəni ölməkdən qorxuram. Ən böyük qorxum mənim ölümdür. Ölüm sözünü dilə gətirəndə həmişə mən qorxuya düşürəm. Yəni heç bir insan bəlkə də ölümdən qorxmur, amma mən yəni yeganə insanlardanam ki, ölümdən qorxuram. Amma mən ölmək istəmirəm. Çox yaşamaq istəyirəm. Fatimə, sevdiyin rəng nədir? Mənim ən sevdiyim rəng qara rəngidir. Bəs səbəb nədir? Çünki hər gözəlliyi qara görürəm. Görünməz olsaydın hara getmək istəyərdin ilk? Görünməz olsaydım Kərbəlada İmam Hüseyn ağanın ziyarətinə gedərdim. Uşaqlıqdan arzumdur. İnşallah ki, qismət olar gedərəm.
Fatimə, bilirsən ki, artıq sona doğru yaxınlaşırıq və mən sənə belə bir sual vermək istəyirəm. Son olaraq insanlara nə demək istəyərdin? Son olaraq insanlara demək istəyərdim ki, mən bütün gözəl yerlərə getdim, amma hər yer mənim üçün eyni oldu. Mən insanlara sadəcə bunu demək istəyirəm ki, əgər görən gözləri varsa, Allaha şükür eləsinlər. Çox sağ ol Fatimə. Çox sağ olun. Sizləri də hamınızı öpürəm. Sağ olun. Salamat qalın. Bəli.